Təsəvvür edin ki, bir vaxtlar var idi, orta əsr ingilis romanlarını oxuyun. Məktub yazırdı biri o birisi sevgilisinə, gəmi ilə 6 aya məktub yetişirdi. O da 6 ay heç qətiyyən sevgisi pozu. 6 aya indi 60 dənə sevgi yaşayır müasir adam. Səhər statusunda yazır, ilişkidədir, axşam çıxarır ki, I'm free. Boşam artıq. Sıra tez də belə Instagramdakı bütün şəkilləri, birlikdə olan şəkilləri silir. Tam hazıram yeni ilişkiyə. Müasir insan belə yaşayır. Hər şey tez baş verir onda. Amma ona 6 aya bir məktub gəlirdi, 6 aya gedirdi. 7 il sevgili qalmaq, nişanlı qalmaq normal bir şeydi. Hətta 12 ildə. Hisslərini o nə inirdi? Dərinləşirdi. Sadə olurdu, amma dərin olurdu. İnsan bəhrələnirdi yaşadığından. İndi hər şey vinigretdir, sürətdir. Yeməklərin ən sürətli olanları o qədər dəyərli deyil. Salatdır ən sürətlisi. Dəyərli yemək pişirmək üçün 5-6 saat əlləşməlisən yeməyin başında. Xaşıb az qala 8 saat pişirməlisən. Dolmanın bükülməsi var, hazırlanması var. Hörmətli yeməkləri pişirmək lazımdır, gözləmək lazımdır. Həyat da belədir. Bizim həyatımızdakı gözəl nemətlər azalıb. Çünki biz daha sürətli yaşayırıq. Ona görə şərq fəlsəfəsi baxımından indiki həyat çirkabın dibidir. Mənə deyəndə ki, ay müəllim, nə qədər inkişaf eləmişik biz, texniki tərəqqi falan, beşməkan. Siz də görürsünüz, istifadə edirsiniz telefondan, kameradan. Utanmırsınızmı ki, bizim istifadə edirəm, əlaçsızam. Əlaçsızam, 5 nəfərin qəlbinə yol tapa bilmirəm deyə 15 minin qəlbinə yol axtarıram. Bəlkə 15 minin içindən bir nəfər çıxar. Əvvəllər 60 nəfərdən bir 10 nəfər tapmaq olardı. İndi 15 minin içərisindən bir nəfər axtarmaq lazımdır. Çünki o insan elə bir sayrışan təfəkkür halındadır ki, heç nəyə diqqətlə baxmıraq. Heç nəyə içində saxlamır. Xəbər bir rilsi, bir dəqiqə ərzində xəbərini şeydə sonra keçir o birisinə, sonra keçir o birisinə, sonra keçir o birisinə. O isə bir dənə xəbəri oxuyub aylarla, günlərlə, mən hələ yadıma gəlir əskərlikdə, Sovet ordusunda xidmətləmişəm. 6 ay anamın məktublarını şeydə saxlayırdım, döşümün altında saxlayırdım. Belə yekə ciblərimiz olurdu bizim. Axırda komandir dedi ki, bu nədir deyirsən də 2 dənə belə sinəndə qabarıb. Orada da məktublar, burada da məktublar. Heç birini atmaq istəmirdim. Tumbuçkaya da qoymaq istəmirdim. Bir balaca vaxtım olan kimi çıxarırdım o məktubları, qoxlayırdım, oxuyurdum, ağlayırdım da. Anamın qoxusunu alırdım. Biz belə yaşayırdıq. İndi hər şey elektronludur. Nəyin qoxusunu alacaqsan elektronlu? Alarsan yenə heç olmasa, o da qalsa. Sonra bir neçə ay keçir, telefon pozulur. Ölən adamın telefonu pozulur, WhatsApp da birdən yoxa çıxır. O vaxtlar heç olmasa məktublar vardı. Ona görə o da informasiya idi, deyilmi? Daha qalıcı bir informasiya üsulu idi. Deməyim odur ki, mən müasirlikdə heç bir üstünlük falan görmürəm. Müasir insan daha böyük zavallı insandır. Bəli, bir də deyim, əli qılınclı, orta əsr cəngavəri və ya kəndlisi indiki insandan qat-qat avantajlı idi. Sizə göstərilən mənzərəyə uymayın. Onlar böyük təhlükə içərisində idilər. Siz bilmirsiniz necə bir təhlükə içərisindəsiniz. Həyat ümumiyyətlə təhlükə olmalıdır. Həyat belə nəzərdə tutulub. Təhlükənin olmayacağı həyat ölüm olacaq.